Sizə manipulyasiya haqqında danışmaq istəyirəm. Necə bir manipulyator qarşısındakı şəxsdən manipulyasiya vasitəsilə öz istədiklərinə məcburi şəkildə nail olur. Bu videonu axıra qədər izləyin, bəyənin, paylaşın və kanala abunə olmayı unutmayın ki, bu cürlə normal və ya lazımlı məlumatları əldə edə biləsiniz. Manipulyasiya nə deməkdir? Manipulyasiya bir insanın, manipulyatorun, qarşısındakı insandan gizli psixoloji təsir vasitəsilə öz maraqları üçün nəyisə məcburi şəkildə əldə etməyə deyirlər. Və manipulyator hansı metodlardan istifadə edir ki, qarşısındakı şəxsdən bu istədiyi məhsulları və ya məlumatı alsın. İlk öncə budur ki, sizi günahkar çıxartmağa çalışacaq. Yəni sizi hansısa bir işdə, hansısa bir əməldə təqsirkar çıxardacaq ki, siz günahkarsınız. Çünki siz əgər bunu qəbul etsəniz, siz özünüzü günahkar hesab edəcəksiniz və o sizlə dialoqda üstünlük əldə edəcək və ürəyi istədiyi məlumatı və ya başqa bir şey sizdən almaq qüvvətinə gəlib çatacaq. İkinci isə hansısa bir mövzu haqqında ya sizə yalan danışacaq, ya da məlumatları axıra qədər verməyəcək ki, siz adekvat və əqli, məntiqi qərar verə bilməyəsiniz və çaşasınız və səhv qərar verəsiniz. Bundan sui-istifadə edib sizdən istədiyi məlumatları alsın. Üçüncü isə emosional təzyiq. Yəni sizi qorxu vasitəsilə qorxutmağa çalışacaq ki, siz qorxu hissi yaşanda insan adekvat, normal və öz xeyrinə bir qərar qəbul edə bilir və ya sizi həddindən artıq çox tərifləyəcək ki, insan da xoş söz eşidəndə istər-istəməz qarşısındakı şəxsə yaxın əzizi bilir özünə və ona ürəyini açır, etiraf edir və bundan da sui-istifadə edən insanlar olur ki, özünə sizə bağlayır və sizdən lazımlı gizli məlumatlar alır. Bu format, bu metodlar İslam dinində bəyənilmir, çünki haramdır, olmaz. Allah qəti qadağan buyurub manipulyasiyanı və manipulyatorluq metodlarını. İnsan normal, məntiqi, ağlı, dürüst, ədalət üstündə qarşısındakı şəxslə danışmalıdır və orta məxrəcə gəlməlidir ki, hər ikisinin xeyrinə olsun. Və bu format şeytani üslublara əl atan bəzi cahil insanlar bilməyərəkdən və ya bilərəkdən eləyən insanları onsuz da karma deyilən bir şey var. Hansısa bir pisliyin qarşısı mütləq şəkildə bu dünyada və bu dünyadan sonra o birisi dünyada da qarşısını alacaq. Ona görə belə şeylərlə üzləşəndə ehtiyatlı olun. Qarşınızdakı şəxs əgər bilmirsinizsə ədalətli və dürüst olduğun, bundan eşitdiyiniz bütün məlumatlar, bütün sözləri obyektiv baxın. Yəni emosiya tərəzisinə çəkməyin, obyektiv, yəni məntiq və ağıl əsasında ölçün, fikirləşin, tələsməyin cavab verməyə və qoymayın ki, sizdən manipulyasiya vasitəsilə kimsə sui-istifadə eləsin.